Maraqlıdır. Bəs qızılbaşların ümumiyyətlə Əfqanistanda məskunlaşması necə baş verdi? Hansı dövrdən başladı o? Bəli, bunun başlanğıcı artıq Şah İsmayılın Xorasanı fəth etməsindən sonra başlayır. Xüsusilə də Heratın, Fərahın və Bamiyan, yəni günümüz Əfqanistan ərazilərini əhatə edən şəhərləri, xüsusilə də Bəlx, yəni indiki Məzar-ı Şərif ərazisinə qədər ərazilərin fəth edilməsindən sonra artıq bura qızılbaş hakimləri təyin olunur. Xüsusilə də Şamlı tayfası, Susazlı tayfasının hakimləri bura lider, rəhbər olaraq təyin olunur və onlarla yanaşı artıq biz qızılbaşların burada məskunlaşmasını görürük. Və təbii ki, Şah İsmayıllə kifayətlənmir, eynilə Şah Həsibin dönəmində də və Şah Abbasın dönəmində də biz qızılbaş ailələrin, xüsusilə Qəndahara da məskunlaşmasını görə bilərik və daha geniş areala, yəni yayılmasının birbaşa adı Nadir Şahdan bağlıdır. Bildiyimiz kimi 1738-39-cu illərdə Nadirin Hindistan səfəri baş verir və bu səfər çərçivəsində o artıq bütün Əfqanistan hakimi idi və bütün Əfqanistanın demək olar ki, bölgələrini qızılbaşlar idarə edirdi. Bu da təbii ki, qızılbaşların məskunlaşmasına gətirib çıxartmış və Kabil və Qəndaharda artıq qızılbaş qarnizonu yerləşirdi və 12.000 ailədən ibarət olduğu, yəni bu kifayət qədər böyük bir qızılbaş ailələri də elə hazır ordu demək. Bəli, hazır ordu demək. Hətta qeyd olunur ki, mənbələr qeyd edir ki, 20.000 ailədən ibarət idilər, onun 10.000-i artıq silaha ani şəkildə tutula bilirdilər və döyüşə qatıla bilirdilər. Özdəki xatırlatmaq lazımdır ki, Əfqanistanda hal-hazırda da 3 şəhər, 3 vilayətdəki var, adı Qarabağdır. Və deyilənə görə əksəriyyəti, ora köçürülənlər çoxsu Qarabağdan Gəncəbasar, yəni Gəncəbasar Qarabağdan köçürülənlər idi. Bəli, bəli. Biz bununla harada rast gəlir? Rəsmi olaraq hal-hazırda bir Qarabağ adının olduğunu görürük. O da Qəzni vilayətində olduğunu görə bilərik. Amma tarixən baxdıqda biz Heratda da, yəni bu adı yəni görürük. Eynilə Kabildə də və onunla yanaşı Fərah bölgəsində Qarabağ adlarını rast gələ bilər. Amma zaman keçdikcə Əfqanistanda dəyişən hakimiyyət şeyləri bir sıra etnik adların da silinməsinə gətirib çıxartdı. Onun üçün bir sıra Qarabağ adları tarix səhnəsindən çıxdı və təkcə Qəzni vilayətində olan ad qaldı. Bəs Əhməd Şahın oğlu Teymur Şahın dövründə qızılbaşlarla münasibət əvvəl kimi qaldımı? Yoxsa bəzi transformasiyalar uğradı? Bəli, bəli, qaldı. Hətta daha yaxın qaldı. Yəni ki, Əhməd Şahın oğlu hətta atasından daha çox arxalanırdı qızılbaşlara. Yəni qeyd edir ki, o Nadirin nəvəsi Mirzə Şahruğun qızı ilə evlənir. Bəli, bu əlaqələr təbii ki, qohumluq əlaqələri onlar münasibətləri bəli, artıq biz ikinci Əfqan hökmdarının, yəni Pəştun hökmdarının qızılbaşlarla qohum olduğunu görürük. Və bununla yanaşı bu qızılbaş əmirlərinin yüksəlməsinə gətirib çıxartır. Hətta qeyd olunur ki, Teymur qızılbaş əmirlərini yüksək vəzifələrə təyin edir və onlara torpaq verir. Və hətta qeyd olunur ki, Pəştunlardan daha çox şəhərli taciklərə və qızılbaşlara güvənirdi. Yəni öz millətinə daha